valideynlərinizə uf belə deməyin. Necə yəni fikirləşirdim? Axı bu valideyn ağılsız ola bilər, mənə bağışlayın, axmaq ola bilər. Da bütün gənclər, axmaq gənclər də böyüyüb bir gün valideyn olurlar və onlar da o statusda yaşayırlar. Yəni bu valideyn oldu deyə axmaqlıqdan çıxdımı? Bu da kiminsə başına gəlir. Sonra biraz böyüyəndən sonra başa düşdüm ki, ürək günlərin bir günü ayılıb səni qətl eləyə bilər egoist düşüncələrə görə. Ürək. Ona vicdan deyirik də biz. Ürək deyər ki, bu nə axmaq ağıllan sən düşünürdün. Bu, sənin ağılsız saydığın qadın və kişi gecələrini yatmayıblar səndən ötürü. Səni həyatlarına soxublar. Uşaqlar çox zaman bunu görmürlər. Bu fədakarlığı görmürlər ki, insanlar səni həyatlarına buraxıblar. Səninlə hər şeylərini bölüşdürürlər, zamanlarını və sənin ölü qəlbin buna adekvat reaksiya vermir. Minnətdarlıq duyğusu yaranmır sənin ölü qəlbində. Və bu yaranmadığı üçün sənin Allaha da minnətdarlığın yaranmır. Ona görə sən həyata istifadəçi gözü ilə bir user kimi yanaşırsan.